77. Xəritə sxemə əsasən AB və CD istiqamətində yayılan iqlim yarımtiplərinə aid olan xüsusiyyətləri müəyyən edin. Əvvəla həmən istiqamətlərdə olan iqlim yarımtiplərinə aydınlıq gətirək. B-dən A-ya doğru qışı mülayim yarımsəhra quru çöldür, qışı quraq mülayim isti iqlim, yağıntıları bərabər paylanan mülayim isti iqlim, bütün fəsillərdə bol rütubətli mülayim isti iqlim, zirvədə isə dağ tundra iqlimidir. C-dən D-yə doğru qışı mülayim keçən yarımsəhra quru çöldür, yağıntıları bərabər paylanan mülayim isti iqlim, burada isə qışı quraq keçən soyuq iqlimdir. Birincidə deyir ki, AB və CD istiqamətində yayılan iqlim yarımtipləri. Hər iki istiqamətdə olan iqlim yarımtipləri qışı mülayim keçən yarımsəhradır. Bir də yağıntıları bərabər paylanan mülayim isti iqlimdir. Yəni 2 ilə 6. 2 və 6 birinciyə uyğundur. İkincidə deyir ki, AB və CD istiqamətində yayılmayan iqlim yarımtipləri. O istiqamətlərdə yayılmayan iqlim yarımtipləri, məsələn, bax, burada yerləşən bu əraziləri əhatə edən Böyük Kiçik Qafqazın cənub-şərqi, bir də Lənkəran obalığı, Talışın ətəklərində olan yay quraq keçən mülayim isti iqlimdir. Eləcə də Naxçıvanın orta yüksək dağlığında olan, biraz da Talışda olan yay quraq keçən soyuq iqlimdir ki, həmən istiqamətlərdə yoxdur. İndi yay quraq keçən soyuq iqlim burada göstərilməyib, ancaq yay quraq keçən mülayim isti iqlim uyğun gəlir ki, həmən istiqamətlərdə yoxdur. Üçüncü, AB istiqamətində yayılan, amma CD istiqamətində yayılmayan iqlim yarımtipləri AB istiqamətində olan, CD istiqamətində olmayan hansılardır? Dağ tundradır. Bir də bütün fəsillərdə bol rütubətli soyuqdur. Yəni 1 ilə 4. Üçüncüyə uyğundur 1 və 4. Dördüncü, C və D istiqaməti. CD istiqamətində yayılan, amma AB istiqamətində yayılmayan. Yəni indi də CD-də olsun, amma AB istiqamətində olmasın. Təbii ki, burada biz bilirik ki, yan silsilədə qışı quraq keçən soyuq iqlim var. Hansı ki, o iqlim yarımtipi BA istiqamətində yoxdur. Deməli, dördüncüyə uyğundur qışı quraq keçən soyuq iqlim, yəni 3. Belə bir cavab 1-ə 2, 6, 2-yə 5, 3-ə 1, 4, 4-ə də 3 olmaqla A bəndi idi.